Rüstəm İbrahimbəyovun bir fikri vardı kino ilə bağlı. Deyirdi ki, Azərbaycan filminin milli siması yoxdur. Məsələn, Əsgər Atası filmi Gürcü filminin simasıdır. Amma bizim filmlərdə o yoxdur. Razısınızmı bu fikirlə? Bəzi adamların qabağında çoxlu imkanlar var idi o milli simanı yaratmaq. Özləri yaratmayıblarsa niyə deyirlər? Heç bir Gürcü, heç bir erməni öz paytaxtını bir cənub şəhəri adlandırmaz. Heç kim belə bir film çəkməz ki, bu iki vəhşi, əlində bıçaq, iki avara vəhşi arasında bir dənə Rus qadın deyəməz, sülh məramçılar. Ki, bunlar bir-birini bıçaqlamaz. Heç kimsenin ki, Azərbaycanın balaca bir həyətində əri, arvadı eşək kimi döysün, heç kim qarışmasın. Hər yerdə korrupsiya aləmi götürmüşdü. Gürcüstan, Moldova, Ukrayna, hər yerdə bircə biz korrupsiya haqqında film çəkdik. Bizdədir. Bizdə elə eləyənlər də qorxa-qorxa eləyir. Fərqli olar. Anladım. Və o sözlər düzdür, amma əsas səbəbkar elə o sözləri həm deyən həmin adam.